Yeni bir günə enerjili başlamaq üçün bəzilərimiz səhəri təravətləndirici bir fincan çayla açırıq. Digər bir hissəmiz isə qəhvəsiz oyanmağı təsəvvür belə edə bilmirik. Səhəri istər çayla açın, istər qəhvə ilə açın. Dostlar, gününüz aydın olsun, sabahınız xeyir olsun əziz dinləyicilər. 93 FM-də sağlam səhər verilişində eşidilirik və bugün çay və kofenin orqanizmə təsirindən danışacaq. Bu içkilər orqanizmimizə necə təsir edir? Həqiqətən bizi oyadır, yoxsa sadəcə vərdişin gücünə biz inanırıq. Məşhur yazıcı Balzac bir dəfə belə bir ifadə işlətmişdi ki, qəhvə insanı düşünməyə vadar edir, çaysa ruhu dincəldir. Amma günümüzdə bu fikirlə razıyıqmı? Elə bugün Sağlam Səhərin efirində bu maraqlı suallara cavab axtaracaq. Studiyamızda isə qonağımız var, həkim, nutrisioloq, Andop məzunu Şükran Sədirova. Qonağımızda o bizə çay və qəhvənin orqanizmə təsirindən danışacaq, mifləri və reallıqlara ayırd edəcək. Sabahınız xeyir olsun Şükran xanım, xoş gəlmisiniz. Sabahınız xeyir, hər kəsi salamlayıram. İlk öncə sizə və Səhiyyə Nazirliyindən minnətdarlığımı bildirirəm ki, bu cür maarifləndirici verilişlər təşkil edirsiniz və ümid edirəm ki, hər kəs üçün maraqlı və hər kəsin nəyisə yadına sala biləcəyi və öyrənə biləcəyi, yeniləyə biləcəyi məlumatları bölüşəcəyəm bugün sizlərlə. Ümid edirəm Şükran xanım, çünki çay və qəhvəyə belə deyək də çox sadə yanaşırıq, amma mənə elə gəlir ki, bizim bilməli olduğumuz çox məqam var. İngilis yazıcısı Lewis belə bir söz ifadə, cümlə daha doğrusu bildirmişdi ki, çaysız deyir gün, səhvsiz gün kimidir, sadəcə mövcud deyil. Bəs oradan biz çayı niyə içirik? Bu bir bizim fizioloji ehtiyacımızdır, yoxsa bir emosional bağlılıq mı var bizim aramızda? Yəni, niyə içirik çayı? Çox sadə bir sual, amma cavabı yəqin ki, o qədər də sadə olmayacaq. Bəli, biz çayı tək zövq və susuzluğu yatırtmaq üçün deyil, həm də orqanizmamızda bir çox sağlığımıza keşiyində duran bir maye kimi qəbul edirik. Deyə bilərəm, sudan sonra dünyada ikinci yeri tutur qəbuluna görə. Yəni bizim ölkəni götürsə, yəqin ki, sudan öncə də durur. Çünki bizim insanlar suyu biraz az tükədirlər. Biz yəni cırhacırında da çay içənlər. Bəli, yəni yayda süfrəmizdə susuzluğu belə biz çayla yatırdıraq. İlk öncə vurğulasam ki, çayın tarixi çox qədimdir. Bu eramızdan əvvəl 2737-ci ildə Çin imperatorluğu tərəfindən kəşf olunub və o dövrlərdə sadəcə çay imperator ailəsinə məxsus idi. Yəni həm təsirinə görə, həm keyfiyyətinə görə. Daha sonralardan əhali arasında yayılıb və Yaponiyadır, Çindir, Orta Asiya, daha sonra isə Avropaya qədər gəlib çıxa bilmişdi çay. Çay bitkisini çayın özünü götürsə, ilk öncə Camellia sinensis deyilən bir bitkidən əldə olunur. Lakin bunun fermentasiya üsullarına görə bir neçə növə ayrılır. Hər kəsin yaxşı tanıdığı, günümüzdə hər gün istifadə etdiyimiz qara çaydan başlasaq, qara çay Camellia sinensis bitkisinin tam fermentasiya olunmuş məhsuludur. Daha sərt yarpaqlardan alınır, tam fermentasiya olunur və bu fermentasiya prosesi nəticəsində çay özündə olan bizim orqanizmamız üçün lazımi maddələri, yəni burada biz polifenollar götürürük, vitaminlər götürürük, onların bir qismini itirmiş olur. Digər bir çay növü hal-hazırda populyarlıq qazanan yaşıl çaydır ki, bu yaşıl çay fermentasiya olunmur. Yəni bunun tərkibində orqanizmamıza lazım olan polifenollar hamısı var. Hamısı istədiyimiz tərzdə, istədiyimiz miqdarda var. Və burada vitaminlər də, minerallar da hamısı lazımi miqdarda, yəni fermentasiya olunmadığına görə, sadəcə buxarda qurulduğuna görə var. Başqa bir növ var ki, tam fermentasiya olunmur. Qara çayla yaşıl çayın arasında olan bir along növü var ki, bu həm qara çayın dadını xatırladır bizə, rəng olaraq biraz yaşıl çaydan tündür, amma keyfiyyət baxımından yaşıl çaya daha yaxın bir keyfiyyətliliyi vardır. Bəli, bir də dad olaraq hansını xatırladır o? Qara çay yoxsa yaşıl çay? Qara çay. Along çayın özünün bir spesifik xüsusiyyəti var ki, hər dəfə dərinlədikcə onun fərqli-fərqli təamları gəlir. Yəni o tam fermentasiya olunmadığı üçün iki çayın arasında çox qeyri-adi bir təama malik olur. Orta yolu tutub gedir ondan. Digər bir çayın həm bahalı, həm
nadir tapılan növlərindən olan ağ çay və sarı çaydır ki, bunlar xüsusi yarpaqların ən kövrəyindən, çiçəyindən, çayın Camellia sinensis bitkisinin həm çiçəyi, həm daha kövrək yarpaqlarından və xüsusi işləmə üsulu ilə əldə olunan növləridir. Bunlar həm əl çatan, o qədər əl çatan olmadığı üçün bizim ölkədə daha yayğın və geniş deyil, amma o rəngi ağ olurmu dəmləyəndə də, yəni su kimi bəli, qalır? dəmləyəndə ağ olur. Çox özünə məxsus çiçəyin dadını hiss eləyirsiniz. Yaşıl çay qədər yaşıllaşmasa da ağ rəngdə olur, amma onun da tərkibində çox yüksək miqdarda polifenollardır, vitaminlərdir, minerallar təşkil eləyir. Çayın tərkibinə gəldikdə ən əsas bizim orqanizmamız üçün lazım olan tərkibində polifenollar deyirik ki, bunlar flavonoidlərdir, taninlərdir, katexinlərdir, yəni hər kəsin bilə biləcəyi bir polifenollardır. Digər lazımi vitaminlər var içərisində. C vitaminidir, B qrup vitaminləridir, E vitaminidir və minerallara gəlsək, burada flor var tərkibində, maqneziumdur, tərkibində kalsium var, kalium var çayın tərkibində və ən əsası amin turşu var ki, L-teanin. Orqanizmamız üçün çox vacib olan amin turşulardan biri də çayın tərkibində var. Yəni biz bir stəkan, bir fincan çayı içəndə tək yəni maye qəbul etmirik. Bu sadaladığımız bütün maddələri, qida maddələrini hamısını qəbul eləmiş oluruq orqanizmamıza və bunlar orqanizmamızda çox böyük işlər görür. Gəlsək hansı işləri görür? İlk öncə antioksidant. Yəni bu dəqiqə ümumiyyətlə dünyada antioksidantın törədə bilmədiyi antioksidantla müalicə olunmayan xəstəliklər yoxdur. Çox o termin deyək də, yəni antioksidant dilimizdə son zamanlar çoxdur. Doğrudan da o bədəndəki hüceyrələri çayın tərkibindəki antioksidantları qoruyur. Bəli. Çayın tərkibindəki antioksidantlar çox önəmlidir. Gəlin bir öncə soruşaq ki, antioksidant nəyə təsir edir? Antioksidantlar, sərbəst radikallar var bədənimizdə. Sərbəst radikallar nədir? Orqanizmamızda dayanmadan mübadilə prosesi baş verir. Bu ola bilsin enerji, mitoxondriyada enerjinin əmələ gəlməsi olsun, iltihab var orqanizmamızda, iltihabı prosesdə qormonların əmələ gəlməsidir. Bu proses, yəni mübadilə prosesləri dayanmadan baş verir və bu zaman orqanizmamızda sərbəst radikallar əmələ gəlir. Yəni bunlar nədir? Bunlar bir elektron, bilirik ki, yəni rahat formada olanda molekulun xarici təbəqəsi müsbət elektronla örtülür. Mübadilə prosesləri zamanı bunlar özlərindən bir elektronu itirərək mənfi yüklənirlər və bunlar neqativ olurlar artıq. Yəni aqressiv molekulalara çevrilirlər. Bunlar ömürləri çox qısa olur. Yəni lazım oldu, olmadı molekulaları özlərinə birləşdirib, özlərini sakitləşdirməyə bir növ desək çalışırlar. Və bu zaman əgər sərbəst radikalları biz orqanizmamızda sakitləşdirməsək, yəni burada DNT-də problemlər yarana bilər, erkən qocalmadır, ürək-damar xəstəlikləridir, bir çox xəstəlikləri törədə bilər. Sərbəst radikallar orqanizmamızda iki yolla əmələ gəlir. Bir daxili yolda əmələ gəlir. Bu orqanizmamızın daxili, o sadaladığım az öncə mühitdə əmələ gəlir ki, mübadilə prosesində. Bu orqanizmin özü öz öhdəsindən gəlir. Bir də var, hal-hazırda bu xəstəliklərin erkən cavanlaşması dedikdə bir çox proseslər deyirik ki, əvvəlki qədər insanlar yorğun deyil falan deyil. Buna görə ki, biz xaricdən də sərbəst radikallar alırıq orqanizmamıza. Bunlar nədir? Alkoqol qəbuludur, spirtli içkilərdir, radiasiyadır, ultrabənövşəyi şüalardır, paketlənmiş, işləm görmüş qidalardır, yuxusuzluqdur. Bunların hamısı xroniki stressdir. Zərərli nə varsa hamısı. Bəli, zərərli nə varsa xaricdən biz alırıq. Bu zaman orqanizmamız balansı qoruya bilmir, sərbəst radikalları bastırıqlasın. Və onun üçün başlayır erkən qocalmalar, infarkt riski olur, ürək-damar xəstəlikləri olur, xolesterin artır insanlarda, Alzheimer'dir, Parkinson xəstəlikləri kimi immunitetimiz düşür, fikirləşirik biz nədən belə oluruq? Bunların hamısı kənardan aldığımız sərbəst radikalların hesabına olur. Biz gəldikdə ki, biz bunu necə bastırıqlayırıq? Bir fincan çay içməyimiz, məsələn götürsək qara çayda antioksidantlar az olsa da onun tərkibində tianin var, tanin var. Bunların hamısı bu sərbəst radikalları gedir
Ümumiyyətlə götürəndə antioksidantlar çox fədakar molekulalardır. Onlar öz xarici örtük təbəqəsində müsbət elektron yükü ilə zəngindirlər. Onlar o neqativ olmuş hüceyrələri tapır, öz elektronlarını verib onları sakitləşdirir. Və onlar biz nə qədər çox sərbəst antioksidant qəbul eləsək, yəni bu orqanizmamızda olan neqativ formada gəzən radikalları sakitləşdirmiş oluruq. Və bu bir çox xəstəliklərin əmələ gəlməsini, xəstəliklərin inkişafının qarşısını alır. Ümumiyyətlə çay, məsələn yaşıl çayda, ağ çayda, along çayı vurğuladım. Bunlarda bir qramında götürülür ki 450 milliqrama qədər antioksidant təşkil edir. Yaşıl çayda antioksidantların özlərində bir neçə növü vardı. Ən məşhur tanınan, öyrənilən desək, bu katechinlər növüdür. Yəni burada xlorogenlər də var, amma çayın tərkibində ən çox olan katechinlərdir. Katechinlər özləri bir neçə növləri vardı. Bunların içində epikatechinlərdir, epikatechin qallatdır, epiqalat da katechin 3 qallatdır və dünyada hal-hazırda üzərində öyrənilən və antioksidant kimi ən gözəl təsiri olan epiqalat da 3 qallatdır ki, bu bir yaşıl çayın tərkibində 1 qramında hardasa 50-100 milliqram qramına götürülür və bu özü böyük bir göstəricidir ki, antioksidant kimi bizim orqanizmamıza daxil olanda çox müsbət nəticələr göstərir. Nəticələri nə olur? Antioksidant kimi vurğuladım ki, o elektronu neytrallaşdırır. Əgər elektronu neytrallaşdırır, nə cür təsir edir? Bu DNT zədələnməsinin qarşısını alır. Burada zülaldır, lipiddir, karbohidrat mübadiləsində olan pozğunluqların qarşısını ala bilər. Ürək-damar xəstəliklərinin qarşısını ala bilər. Xolesterininin əmələ gəlməsinin qarşısını ala bilər. Şəkərli diabet üzərində çox böyük işlər vardır ki, yaşıl çayın təsiri nə dərəcədə güclüdür. Ondan sonra ağız boşluğu xəstəliklərində immun sistemə, mədə-bağırsaq sisteminə, bunların hamısına gedişat əsasında daha ətraflı bir-bir danışacağam ki, hamısına çox böyük dəri xəstəliklərində də çox böyük təsir var və ən əsası onu vurğulamaq istəyirəm ki, qəbul elədiyimiz mayenin, çayın bir miqdarına önəm vermək lazımdır ki, əlbəttə ki, yəni biz sonsuz miqdarda çay içə bilməliyik, ifrata getməməliyik. Yəni hər bir şeyin öz miqdarında orqanizmamıza müsbət təsir var. Bunun əgər biz artıq miqdarını qəbul etsək, nələr fəsadları da var. Tərkibində çayın antioksidantlarla yanaşı, polifenollarla yanaşı tanninlər var. Burada kafein yadından çıxdı, az öncə vurğulamadım. Kafein var ki, bizə ən çox mənfi təsiri göstərən çayda bir tanninlər olur, bir də kafein olur ki, orqanizmimizdən mineralların atılmasına gətirib çıxarda bilir, dəmirin sorulmasının qarşısını ala bilir. Və buna görə də biz hər zaman vurğulayırıq ki, qida qəbulundan sonra çayın qəbulu 1.5 saat ən azından fasilə verilib sonra qəbul olunsun ki, orqanizmamızda qəbul elədiyimiz qidanın tərkibində olan dəmirin, mineralları orqanizmamızdan atılmasın. Təşəkkür edirəm Şükran xanım. Dostlar, siz də bizə yazın əziz dinləyicilər, harda olmağınızdan asılı olmayaraq indi siz Sağlam Səhər verilişini dinləyirsiniz. Sağlam Radio 93 FM dalğasında qonağımız həkim nutrisioloq, eyni zamanda Andop məzunu Şükran Sədirovadır. Çay və kofenin orqanizmə təsirindən danışırıq. Dalğanı dəyişməyin dostlar, qısa bir fasiləmiz olacaq, amma az sonra yenidən mövzumuzun müzakirəsinə qayıdacaq dostlar. 93 FM-də qalın. Yenidən efirdəyik dostlar. 93 FM-də Sağlam Səhəri eşidirsiniz. Sizinlə birlikdə studiyamızın qonağı həkim nutrisioloq Andop məzunu Şükran Sədirovadır. Şükran xanımla biz çay və qəhvə haqqında danışmağa davam edirik. Əgər sizin də suallarınız varsa, çay və kofenin təsirləri haqqında nələri bilmək istəyirsiniz yazıb göndərə bilərsiniz. Bizim WhatsApp nömrəmizə 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Siz də yazın dostlar suallarınızı, birlikdə müzakirə edək. Şükran xanım, çayın əslində həqiqətən də biz çox sadə 3 belə deyək hərfdən ibarət çay nələrə qadirdir? Hələ verilişimizin ilk 15 dəqiqəsində biz artıq bunun şahidi olduq.
Amma bəzi insanlar var ki, məsələn, ürək-damar sağlamlığını qorumaq üçün kimləri idmana üst tutur, kimlər sağlam qidalanmağa, amma insan da var deyir ki, mənim ürəyimin dərmanı çaydır. Həqiqətən də yəni ürək-damar sisteminə çay müsbət təsir, ümumiyyətlə təsiri nədən ibarətdir? Çox gözəl vurğulayırsınız. Çayın təsiri, yaşıl çayı biz daha çox qəbul eləsək, ürək-damar xəstəliklərinə çox böyük müsbət təsirlərini əldə etmiş olarıq. Gün ərzində 2-3 fincan biz yaşıl çay içsək və 3-4 stəkan, fincan tünd qara çay içsək, ürək-damar xəstəliklərinin bir xeyli həm irəliləyişin qarşısını alarıq, həm də onların proqressivləşməsinin qarşısını almış olarıq. İlk öncə götürsək, yaşıl çayın tərkibində az öncə vurğuladım ki, antioksidantlarla zəngindir. Bu antioksidantlar orqanizmamızda xolesterini, ürək-damar xəstəliklərinə ən böyük əmələ gəlməsinə səbəbkarlarından biri xolesterin. Yəni orqanizmamızda LDL pis xolesterin dediyimiz xolesterin əmələ gətirərək burada həm trombların əmələ gəlməsinə, arterial təzyiqin qalxmasına qədər, bir çox insultli, infarkt risklərinin əmələ gəlməsinə qədər bir çox fəsadlar törədir. Və antioksidantlar bu aşağı sıxlıqlı lipoproteinlər dediyimiz pis xolesterinin oksidləşməsinin qarşısını alır ki, onlar yuxarı sıxlıqlı lipoproteinlərə çevrilə bilsinlər və damar divarının sərtliyini aradan götürə bilirlər bu yollarla və bu damar sərtliyini aradan götürdükdə damar elastik olur və damarın tərkibində olan qanın axın sürəti yaxşılaşdırır. Həm tromb əmələ gəlmənin qarşısını alır, həm də hipertonik problemlərin qarşısını almış olur xəstələrdə və onu vurğulayım ki, əgər damarın elastikliyi artırsa, bu qanın axını sürətini yaxşılaşdırır. Bununla yanaşı bəzən olur ümumiyyətlə damarın daxilində endotel təbəqəsi var ki, burada biz çay qəbul edəndə bu azot oksidini stimulyasiya eləyir və damarın elastikliyini artırır və genişlənmə verir damarda və hipertonik insanlarda təzyiqin aşağı düşməsi, müəyyən bir 5 millim, 10 millim aşağı düşməsinə də təsir göstərə bilir. Bundan başqa ürək-damar xəstəliklərində gəldikdə isə bir başqa problemlərdən biri olan iltihabi proseslər olur. Antioksidantlar bu iltihabi proseslər, xroniki iltihabi proseslər olur damarlarda. Bunların da qarşısını alaraq orqanizmamızda müəyyən müddət xroniki iltihab olanda bunlar insulta, digər başqa bir fəsadlara gətirib çıxarda bilir. Şükür xanım, çayın tərkibindəki Elçənin ümumiyyətlə stresi azaltmaq bir öhdəliyi belə deyək də çayın varmı? Və insanlar da çox stresli olanda bir fincan çay kimi özümə gələcəm, bütün stresim keçəcək. Əlbəttə var. Bu Elçənin dediyimiz amin turşu var ki, bu orqanizmamızda unikal bir amin turşudur və bunun biz qəbul etdikdə orqanizmamızda alfa dalğaları dediyimiz rahatlandırıcı bir mediatorlardır ki, bunların ifrazını artırır. Bu ümumilikdə götürəndə yuxu zamanı, dərin meditasiyalar zamanı rahatlanma fonunda orqanizmamızda ifraz olmağa başlayır. Lakin biz yaşıl çay və ya tünd qara çay qəbul eləyəndə bu bizim orqanizmamızda meditasiya etmədən, dərin yuxuya getmədən artıq alfa dalğaları ifrazını başlayır ki, bu da həm bizi stresimizi götürür, həm sakitləşdirici təsir göstərir orqanizmamıza. Bunun üçün hər zaman vurğulayırıq ki, gün ərzində müəyyən miqdar yorğunluğunuz olanda, konsentrasiyanız pozulanda, artıq yuxululuq fonu baş verəndə, biz çayı qəbul edəndə yuxulu olmayaraq da bu relaks fonunu əldə etmiş oluruq. Efirimiz davam edir dostlar. Siz də bizə yazın 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Çayın yuxu rejiminə müsbət mənfi təsirlərindən istərdim danışaq. Çay yuxu rejiminə həm müsbət, həm mənfi təsirləri vardır. Müsbət təsirləri odur ki, mən az öncə vurğuladım ki, alfa
dalğalarının sintezi və beyində bir başqa bir proses də var ki, bu qaba ilə glutamat dəngəsidir. Bunlar əgər glutamat yüksək olanda orqanizmamız oyaq olur. Amma qaba artıqlığı olanda isə orqanizmamız relaks fonda olur, sakitləşir və bunlar dəngədə olanda biz həm dərin yuxuya getməmiz rahatlaşır. Bu da hər biri az öncə vurğuladığımız L-tianinin hesabına əldə olunmuş olur. Əgər biz çay qəbul eləyirsə, bunu qəbul eləyirik və bu bizim həm dərin yuxuya təsir eləyir, həm də ki, orqanizmamızın relaks olması üçün. Amma gəlin bir də o tərəf, mənfi tərəfini vurğulayaq ki, əgər biz axşam saatlarında hədsiz dərəcədə və yaxud da gün ərzində çay içəndə bunun istər-istəməz tərkibində kafein də var. Bu kafein bizim yuxuya getməmizə təsir eləyə bilər, dərin yuxu fazalarına təsir eləyə bilər deyənə biz çayı daha az axşama mane olar bu yatağa. Bəli, yatmağa mane olar. Qara çayın tərkibində kafein 40-70 milliqram hesablanır. Yaşıl çayda isə bəzən insanlar bunu səhv salır ki, yaşıl çayda daha çoxdur kafein. Yaşıl çayda isə bu daha azdır. Yəni 20-30 milliqram arasında 40-a qədər bəzi ədəbiyyatlarda verir ki, var və məsələn biz bunu qəbul eləyəndə axşam saatlarında həm yüksək miqdarda antioksidant qəbul edir və aşağı miqdarda kafein qəbul edir. Bununla yanaşı da L-tianin vurğuladıq az öncəki beynin funksiyalarını yaxşılaşdırır, alfa dalğalarını ötürücülüyünü artırır və biz burada həm kafeini qəbul eləmiş oluruq və L-tianinlə yanaşı bunlar öz balansını, dəngəsini qoruyaraq orqanizmamıza müsbət təsir göstərir. Yəni icazə vermir ki, biz məsələn yaşıl çay götürsək axşam qəbul eləyəndə, yəni orada kafein azdır, L-tianin yüksəkdir, antioksidant yüksəkdir. Biz yuxuya getməmizdə rahatlıq əldə eləmiş olaraq. Amma tünd çayda fermentasiya olunduğuna görə antioksidantlar azdır, kafein orada yüksək olur. Yəni hər bir milliqramda 70 milliqram kafeinin olması böyük bir miqdarda. Və biz vərdiş eləmişik ki, axşamlar yatmamışdan əvvəl bir qəşəng pürrəngi çay içib gedək. Ən çox da az yaşlı uşaqları olan valideynlərdir ki, uşağı yatıraq bir çay içək, amma yatana yaxın çay içmək Şükran xanım da bildirdi ki, məsləhət deyil. Məsləhət deyil. Yəni əgər sizin bu yuxu probleminiz varsa, ona önəm verməyiniz çox tövsiyə olunur ki, kafeini axşam qəbul etməyəsiniz. Həzm sistemimizə necə təsir edir çay bəs? Çayın özünü mən az öncə yadımdan çıxdı vurğulamaq ki, biz bitki çaylarını da çay olaraq qəbul edirik. Onların kökündən, yarpaqlarından, ondan sonra çiçəklərindən də çay olaraq qəbul edə bilirik. Nəticə etibarilə çaydır. Bəli, çay kimi dəmləyib içirik. Bu sadəcə Camellia sinensis ailəsinə daxil olmasa da digər bir bitki növlərindən biz çay kimi qəbul edirik və biz ən çox məsələn həzm sistemimizə təsirində gəlirik bitki çaylarına. Bu naynə çaylarıdır, zəncəfil çayıdır və yaşıl çay. Burada ağ çayı da nəzərdə saxlanılır, amma bizdə çox nadir tapıldığına görə daha çox üstünlük veririk yaşıl çaya ki, bu mədə turşuluğunu artıra bilər. Əgər mədənizdə qastrit probleminiz yoxdursa, digər problemlər yoxdursa, mədə turşuluğunu artıra bilər. Yəni bu həzm sistemini sürətləndirə bilər. Yeməkdən 1 saat öncə siz çay qəbul etdikdə bu sizin həzm sisteminizi yaxşılaşdırar. Çayın özü yüksək prebiotikdir. Yəni bu bağırsaq floramızın qidası hesab olunur və bu baxımdan da bizə çox müsbət təsir göstərir bağırsaqlarımıza. Biz əgər bir fincan çay içiriksə, bu bəzi insanlarda qəbzlik problemlərini aradan götürə bilər, bəzi insanlarda ishal olur, onu aradan götürə bilər. Sırf probiotik təsiri baxımından bu işləri görə bilər orqanizmimizə. Çayın əslində faydaları çoxdur. Biz digər belə deyək də orqanizmimizin digər hissələrinə necə təsir haqqında danışacağıq, amma belə bir sual istərdim, soruşum ki, çayın ümumiyyətlə uşaqlara biz çayı nə zaman verə bilərik? Ümumiyyətlə gün ərzində onlar nə qədər içməlidir? Yəni adi qara çaydan söhbət gedirsə, yəqin ki, dəmini biraz onlara az mı etməliyik? Necə tənzimlənməlidir Şükran xanım bu? Ümumiyyətlə götürsək, kafein uşaqlara 12 yaşa qədər qəti qadağandır. Yəni o uşaq orqanizmə inkişaf edən orqanizmdir. Yəni biz çayı içirik ki, bizdə kortizol səviyyəsi aşağı düşür, yorğun oluruq, qocalmışıq bir sözlə. Lakin uşaqlar inkişaf edən orqanizmdə onların bu kafeinə, yəni bu orqanizmi kənarda motivasiyaya bir sözlə desə ehtiyacı yoxdur 12 yaşa qədər. Amma gəlsək ki, yox biz uşağa verməliyik.
Burada biz çayın dəmləmə üsullarına nəzər salsaq, yaşıl çayından qara çayın dəmlənməsi, ümumiyyətlə çayın dəmlənməsində biraz fərqlilik vardır. Qara çaydır, bitki çaylarıdır. Bunlar 90-100 Selsi dərəcə, yəni suyun qaynama temperaturasında dəmləsək, bu hardasa 3-5 dəqiqə müddətinə dəmlənəndə çayın tərkibində olan kofeindir, L-tianindir, tanindir. Bunlar suya yetəri miqdarda keçir. Əgər artıq dəm qoyuruqsa bir 10 dəqiqə, 15 dəqiqə olur. Bəzi insanlar olur ki, saatlarla çay qoyur dəmləməyə. Burada artıq neqativ təsirlərini görəcəyik. Yəni kofein burada həm artacaq, mikrobların inkişafı baş verəcək. Yəni bu formada qəbulu heç məsləhət görmürük heç kəsə. Və doğrudan da siz o mövzudan danışmışkən Şükran xanım, ən çox soruşmaq istədiyim məsələlərdən biri çayı dəmlədik məsələn səhər. Neçə dəqiqəmi deyim, neçə saat ərzində o faydalıdır yəni. Sonra bəzi insanlar sizin kimi olur, səhərdən dəmləyir, bir də axşam onu təzəsini tənbəllik edir də. Yəni elə çaydır da var evdə içək. Amma əslində neçə dəqiqə və yaxud neçə saat müddətində o çayı dəmi bitirməli, bitirməsək belə onu içməli deyilik, artıq zəhərə çevrilir. Yarım saat müddətinə nəzərdə saxlanılır. Çünki bəli 30 dəqiqə bu başlayır. Məsələn, adi qara çayı götürsək 3-5 dəqiqə, maksimum 8 dəqiqəyə qədər dəmə qoymalıyıq. Ondan sonra yarım saat müddətində tükətməliyik ki, həm kofein oranı, taninlərdir, burada olan polifenollardır. Hamısı yetəri miqdarda biz qəbul edirik. Yaşıl çayın biraz fərqli özəlliyi var ki, bu dedik fermentasiya olunmadığı üçün bu biraz aşağı temperaturada dəmlənilir. Yəni 75-85 Selsi dərəcədə dəmlənilir və bunun dəmləmə metodu biraz mübahisə doğrusu desəm, bəzi ədəbiyyatlarda 3-8 dəqiqə yazır. Məsələn, bəzi ədəbiyyatlar yazır ki, katexinlərə görə 15-20 dəqiqəyə qədər dəmlənəndə daha yaxşı katexinləri qəbul edə bilirik. Yəni ortalama hesabla 10 dəqiqə dəmlənsə kifayət eləyər ki, biz oradan yetəri miqdarda bu antioksidantları alaq. Lakin bir dənə bir şey deyim ki, yaşıl çayı biz yüksək temperaturada dəmləyəndə biraz acı dadı verir. Yəni bilmirəm istələmisiniz, təcrübəvizdə olub yoxsa yox. Yaşıl çay sevirsiniz, içmək istəyirsiniz, amma deyirsiniz acıdır dadı. Çünki dəmləmə temperaturası düzgün tənzimləməmişik. Bəli, yüksək temperaturada dəmlədikdə o biraz acı dadı verir. Yəni suyu qaynatdınız 100 Selsi dərəcədə, 1-2 dəqiqə, 3 dəqiqə ya 1-10 dəqiqə fasilə verin, çay biraz soyusun, dəm suyuvu. Sonra onu dəmləyəndə o acılıq hissini tamamilə aradan götürmüş oluruq. Bir də bu vurğuladım along çayı var ki, bu 80-90 dərəcə, yəni qara çayla yaşıl çayın arasında keçid çay olduğu üçün 80-90 dərəcədə nə çox yaşıl çay kimi soyuq, biraz soyuq suda, nə də ki çox qaynanmış su ilə dəmləmirik. Və aralıqda dəmlədikdə təsirini çox yaxşı görürük. Maksimum yarım saat və 30 və 40 dəqiqə ərzində tükədilməsi məsləhət olunur. Ümumiyyətlə çayın qəbulu mən vurğuladım, uşaqlara məsləhət olunmur, amma açıq rəngli çayları 3-4 yaşından sonra uşaqlara gün ərzində 1 və ya 2 fincan verə bilərik. Dəmi çox açıq çox açıq formada. Çünki biz uşaqlara orada olan flavonoidlərin verilməsinə, antioksidantları, amin turşunu, vitaminləri verməyi və mineralları verməyi məsləhət eləyiriksə, bunu eləyə bilərik. Amma çox tünd rəng verdikdə artıq uşaq kofeini də qəbul eləmiş olur. Biz uşaqlara kofeini məsləhət eləmirik qəbuluna. Çay içmək, Şükrə xanım, bizim su balansımızı təmin edirmi, yoxsa su qədər effektiv deyil? Çay bizim yeganə su mənbəyimiz olmalı deyil. Biz suyu mübadilə prosesi, orqanizmamızda baş verən maddələr mübadiləsi üçün qəbul edirik ki, bağırsaqlarımız üçün qəbul edirik, hüceyrələrimiz üçün qəbul edirik. Lakin çayı biz başqa faktorlar hesabına, başqa yönüm üçün istifadə edilir ki, buradan biz antioksidantları, mineralları, vitaminləri vurğuladım, onun üçün qəbul edirik. Əgər biz bu seçimimiz yoxdursa, çayla ötüşə bilərik. Amma və lakin biz burada bunu vurğulamalıyıq ki, çayın özünün sidik qovucu xüsusiyyəti var. Yəni biz artıq miqdarda çay qəbul etdikdə kofeinin, yəni ən əsasda çayın tərkibində olan kofeinin sidik qovucu xüsusiyyəti var. Bu böyrəklərin işini, filtrizasiya prosesini sürətləndirir və orqanizmdən suyun atılımını sürətləndirir və bu zaman biz çay nə qədər çox içsək, yəni dehidratasiya baş verir və biz məcburuq ikinci stəkanı, üçüncü stəkana fikirləşmirik ki, biz burada su içsək bu balansı, bu istəyi aradan götürə bilərik. Ona görə yəni suyu əvəz etməməlidir, etmir. Lakin əgər
seçiminiz yoxdursa, gündə məsələn çaydan istifadə edə bilərsiniz. Amma bəli, biz məsləhət eləyirik ki, mütləq və mütləq su qəbulu ayrı olmalıdır. Seçim həmişə çay olmalı deyil. Çay osteoporoz riskini artıra bilərmi Şükran xanım? Bəli, çayın tərkibində tanin deyilən bir maddə var ki, biz bir onu vurğulayım ki, biz qəbul eləyəndə çayı hər zaman vurğulur ki, qida qəbulundan 1.5-2 saat sonra qəbul eləyək. Bəzi insanlar soruşur ki, nə üçün? Burada həm dəmirin sorulmasının qarşısını alır, həm də orqanizmdə qida ilə qəbul elədiyimiz kalsidir, maqneziumdur, sink, bütün mineralların özünə toparlayıb orqanizmə çıxarılmasına təsir göstərir və bunun üçün biz bu fasiləni veririk ki, bu minerallar, vitaminlər orqanizmamıza sorulsun və ondan sonra çayın qəbul olunanda bu vitaminləri orqanizmimizdən çıxartmır. Çox təəssüf olsun ki, biz yemək yeyəndən dərhal sonra çay içirik. Bu bizdə çox böyük problem yaradır. Sümüklərin mineralizasiya prosesi, yəni kalsinin çıxarılması, yuyulmasını belə bir desək, yerinə yetirir və osteoporoz riskini həqiqətən çox artırır və əsasən də qadınlarda bu baş verir ki, yəni bu qadınlarda menstrual sikla görə bu daha yüksək olur. Qadınlardan danışmışkən Şükran xanım, hamiləlik dövründə çay içmək təhlükəlidirmi? Təhlükəli deməzdim, lakin hamilə qadınlar çox diqqət eləməlidir nəyə? Bir yaşıl çayın qəbuluna, bir də içdikləri çayın, qara çayın tündlüyünə və miqdarına fikir verməlidirlər. Əgər biz burada ən çoxdan yaşıl çayda antioksidant baxımından heç narahat deyilik. Biz nə qədər çox antioksidant qəbul eləsək, orqanizmamıza bir o qədər xeyirdir. Burada tanninlərlə kafeinin miqdarına görə biz biraz narahatçılıq yaşayırıq ki, hamilə qadınlarda bilirsiniz ki, fol turşusu dölün inkişafı üçün çox önəmlidir. Və az öncəki sualınızda vurğuladıq ki, osteoporoz, burada yenə də çay, taninlər götürsək, bu fol turşusunu özünə birləşdirib, kafeini özünə birləşdirib orqanizmdən atır. Bizə bu lazım deyil hamiləlik dönəmində və yaxud da ki, kalsini birləşdirib özünə atır, dəmiri birləşdirib atır və bunun üçün biz hamilələrə nəzarət altında olan çay miqdarı qəbul eləməlidir. Əgər yox, hamilə qadın deyir, mən çayımın miqdarını artırmaq istəyirəmsə, mütləq və öz ginekoloquna müraciət eləməlidir, ginekoloquna məsləhət almalıdır, öz qan göstəricilərinə, fol turşusuna, dəmirə, kalsiyuma fikir verməlidir ki, yəni normal səviyyədədir və yaxud da ki, onu qəbul eləyirsə, gündəlik tələbatında, bəli, orada heç bir problem olmaz. Fol turşusudur, dəmirdir, kalsium qəbul edirsə, burada onların orqanizmə atılmasında problem olmayacaq. Yenə də öz həkimləri ilə məsləhət eləsələr daha məsləhətli olar. Bəs dəriyə, saça təsiri necədir çayın? Biz az öncə vurğuladıq ki, çayın demək olar multifunksiyalı xassələri, təsirləri var. Mən belə başa düşdüm ki, çay içməyi sevənlər, yəni onu yerində doğruca, belə deyək də, tərif yağdırmaları boşuna deyil. Çünki elə hansı xəstəlikdə, hansı çay dərmanıdır, oradan deməli çay içənlər bir şey bilirmiş. Bəli, çayın çox müsbət təsiri var vurğuladığınız kimi və dəriyə də böyük bir təsiri var. Dəriyə ən böyük təsiri çayın antioksidant xüsusiyyətidir. Bu antioksidant xüsusiyyəti dərimiz nəyə görə qocalır? Dərimizdə olan kollagen parçalanır. Nəyə görə də parçalanır? Bu sərbəst radikallara görə ultraviyolət şüalar düşür. Burada sərbəst radikallar əmələ gəlir. Çayın tərkibindəki antioksidantlar bu prosesi gecikdirir. Qırışların əmələ gəlməsi, dərinin sızanaqlarına əmələ gəlməsi, antibakterial təsiri də var çayın. Bunların aradan götürülməsinə təsir göstərir. Digər bir tərəfdən isə yaşıl çayın tərkibində olan L-teanin dəridə yağ balansını təmin edir ki, bu aknelər əmələ gəlir dərimizdə, onların qarşısını alır. Çay biz tək içmə formasında deyil, dəridə. Həm saçda maskalar, üzdə maskalar formasında, digər bir formada, bu dəmləmələr formasında istifadə edə bilərik. Bəzən olur ki, məsələn, insanlar çox yorğun olur, səhər durur, gün ərzində yorğunluq hiss edir, gözün ətrafında şişmələr, tünd ləkələr əmələ gəlir. Biz məsələn, çayı, paketi dəmlədikdən sonra onu gözə qoyaraq o yorğunluq hissini, o stresi, dəridən babadan biz onu hələ də edirik. Edirik, bəli. Yəni belə bir qısa bir nüans deyim ki,
tibb o qədər inkişaf elədi ki, biz əvvəl xəstəliklərin profilaktikasını eləyirdik. Lakin o qədər sürətlə inkişaf elədi, artıq xəstəni deyil də xəstəlikləri müalicə eləməyə başladı. Lakin bir etapda ayıldıq ki, biz xəstəliyi müalicə eləyə bilmirik və geri dönməliyik profilaktikaya. Və bu çayla müalicələrdə, çayın qəbulunda orqanizmamıza təsirlənən hamısı profilaktik məqsədi ilə xəstəliklərin əmələ gəlməsinin qarşısını almaqdır. Yəni burada immun sistemindən tutmuş orqanizmdə allergiyalara qədər hamısında çayın antibakterial təsirinə, bu çay qəbul elədikdə orqanizmamızda histamini bloklayır. Yaşıl çayın özündə isə epigalat katecin 3 qallat antihistamin təsir göstərir. Yəni allergik insanlarda belə allergiyanın qarşısını ala bilir. Bakterial problemlərin qarşısını ala bilir və bunun üçün biz mütləq qəbul edəndə miqdara fikir verməliyik çayın. Çox təşəkkür edirəm Şükran xanım. Dostlar, siz də yazın. Artıq bir neçə dinləyicimizin sualları var. Birazdan onları səsləndirəcəm. Mövzumuz sizə maraqlandırırsa suallarınızı göndərmək üçün nömrəmizi yadda saxlayın: 055 93 490 93. Bəlkə yuxudan indi oyanmısınız, bir fincan özünüzə belə deyək çay dəmləyin və yaxud da bir köpüklü qəhvə hazırlayın. WhatsApp nömrəmizi bir daha xatırladıram: 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Suallarınızı yazıb göndərə bilərsiniz. Çünki çay və kofenin orqanizmə təsirindən danışır Şükran xanım. Qonağımız Şükran Sədirovadır, həkim nutrisioloq, Andop məzunu. Diqqətiniz bizdə olsun dostlar. 93 FM-də qalın, dağanı dəyişməyin. Suallarımızı hara yazaq deyə soruşursunuzsa, cavabımız çox sadədir dostlar. 055 93 490 93 nömrəsinə yazın, göndərin. WhatsAppımız aktivdir. Siz də suallarınızı Şükran xanımın ünvanlaya bilərsiniz. Bizim bir saatımız artıq geridə qaldı və növbəti saatımıza keçid edirik. Efirdəyik dostlar, çay və qəhvənin insan orqanizminə faydalarından danışırıq. Sizə suallarınızı yazın. Şükran xanım 10-30 nömrəli dinləyicimiz soruşur ki, çay qaynar ya ilıq halda içilməlidir və bu da heç vaxt bitib tükənməyən suallardandır. Hər zaman insanlar arasında dava yaradan suallardandır. Çayın ümumiyyətlə isti hər hansısa bir məhdulun isti qəbulu, bu yemək olsun, çay olsun və yaxud da ki qaynar bir suyun qəbulu qaynar formada biz məsləhət eləmirik. Çünki bu qida borusunda, mədədə həm yanmalara, həm həssaslığın artmasına və bir çox başqa problemlərə gətirib çıxarda bilər ki, ağır nəticələnən problemlərə gətirib çıxarda bilər və buna görə də biz ən çox məsləhət edirik ki, qəbul elədiyiniz mayeyi bədən temperaturası 37-38 dərəcəyə qədər olan bir temperaturada qəbul etməyimiz məsləhət olur. Bəzi insanlar olur ki, qaynaya tüsü belə buxar bir formada qaynar içmədinsə, amma bəzi insanlar çox qaynar içir, bəzi insanlar isə çayı tamamilə soyudurlar, sonra yəni onda da bilmirəm nə zövq alırlar. Biz çox soyuq da yenə mədədə problem yarada bilər ki, mədədə köpmədir, qıcqırma hisslərinin yaranmasına təsir edə bilər. Yəni ortalama mədən temperaturası 37 Selsi dərəcə olduğuna görə biz bu formada, yəni aşağı-yuxarı bir 5-10 Selsi bundan yuxarı qəbul edə bilərsiniz. Amma yəni çox isti formada heç bir mayenin qəbul olunması məsləhət görülmür. Çayın, daha doğrusu çay qanda şəkər səviyyəsinə necə təsir edir ümumiyyətlə? Şəkər səviyyəsini artırırmı? Çox gözəl sual verirsiniz. Çayın şəkərli diabet dediyimiz xəstəliyə çox böyük müsbət təsirlərini son illərdə, bu artıq 2013-cü ildən başlayaraq isbat olunmağa başlayıb və 2018-də həqiqətən çox böyük bir elmi araşdırmalar nəticəsində məlum olubdur ki, çay ən əsasda yaşıl çayın tərkibində olan epigalat katecin 3 qallat şəkərli diabetin irəliləyişində və şəkərli diabetlərdə çox böyük nəticələr göstərir. Necə təsir göstərir? Özünüz bilirsiniz ki, insulin həssaslığı azalır. Yəni hüceyrələr şəkəri qəbul edə bilmir. İnsulin ifraz olunur, lakin hüceyrələr şəkəri qəbul edə bilmir. Nəyə görə? Burada glutathion deyilən reseptorlar var ki, onların həssaslığı aradan götürülür. Bunlar
oyaq olmalıdır. Gəlib insulinlə birləşib qlikozanı qəbul etməlidirlər. Bu proses zəncir qırılır. Bunun qırılmasında bir çox növləri var. Bu şəkərli diabet çox böyük mövzudur. O barəyə girişmək istəmirəm danışmağa. Sadəcə qısa bir deyim ki, yəni hüceyrə qlikozanı qəbul edə bilmir və bu qəbul eləməməsində də ən böyük səbəb bu GLUT4-lərin oyanıb reseptorları qlikozanı tuta bilməməsidir. Epigalat və kateşin 3 qallat, yəni yaşıl çayın tərkibində böyük olan antioksidant, bu insulin olmadan da artıq isbat olunubdur ki, qlikozanı hüceyrə daxilinə salmasına təsir göstərir. Biz yaşıl çay qəbul edəndə bu GLUT4-lər qıcıqlanır, oyanır və şəkəri orqanizmamıza sorulmasına, hüceyrə daxilinə keçməsinə təsir edir. Və bundan yanaşı antioksidantlar orqanizmamızda alfa TNF deyirik, interleykin 6 dediyimiz iltihab faktorlarıdır ki, bilirsiniz ki, şəkərli diabetdə piylənmə əmələ gəlir, iltihabı, xroniki iltihabı proseslər əmələ gəlir. Bunların hamısı bu reseptorların qıcıqlandırır və bunların bloklayaraq, bunların təsirini azaldaraq orqanizmada da bir çox iltihabı proseslərin ləngiməsinə, yəni bu iltihab prosesləri də deyil, bunların təsirini azaldır və orqanizmin qıcıq faktorunu aradan götürmüş olur və bunun hesabına da şəkərli diabetlərdə xroniki iltihab dediyimiz proses tədricən sönür. Həm çayın özünün tərkibindəki iltihabı götürmür, həm də bu faktorlara təsir edərək bunu aradan götürmüş olur. Digər bir təsiri isə mədə-altı vəzinin beta hüceyrələri var ki, bunlar birbaşa insulinə insulin ifrazında iştirak eləyir və bu antioksidantlar mədə-altı vəzinin ümumilikdə qoruyur. Bu baxımdan da şəkərli diabetdə gün ərzində 2-3 fincan yaşıl çayın içilməsi şəkərli diabet riskini 18-20%-ə qədər azaltdığı görülüb. Yəni şəkərli diabet olan insanlarda üzr istəyirəm, olan insanlarda yəni irəliləyişin artdığını göstərdi insanlarda. Şükran xanım, bir dinləyicimiz soruşur, 2114 nömrəli dinləyicimiz soruşur ki, çaya limon atıb içməyin faydası var, yoxsa limon ayrıca yeyilsə yaxşı olar? Çox faydalıdır. Axırda limonu yeməmək şərti ilə. Yeməmək şərti ilə. İndi mən vurğulayım ki, nəyə görə faydalıdır? Biz limon atdıqda həm çayın tərkibində C vitaminini artırırıq. Çayın özünün tərkibində də C vitamini var və biz limon atıb qəbul elədikdə və yaşıl çayın tərkibində, qara çayın tərkibinə atıb qəbul elədikdə, burada həm C vitamini artırır, həm də kafeinin təsirini azaltmış oluruq, taninin təsirini azaltmış oluruq ki, bu verilişin əvvəlində vurğuladıq ki, orqanizmə mineralların sorulub çıxarılmasına təsir edən faktorlardır. Onun qarşısını almış oluruq. Dolayı yollarda osteoporozun qarşısını çox cüzi də olsa təsir göstərir. Ona görə çalışır ki, hər içdiyiniz fincanda bir limon dilimi ilə qəbul eləyəsiniz. Və çayla bağlı son sualımızı da soruşaq Şükran xanımlar, amma sizin sualınız olsa dostlar yazıb göndərə bilərsiniz. Ağız boşluğuna ümumiyyətlə çayın içməsi, bəzənlər ki, çox çay içməyi dişləri belə eləyir, belə qaraldır, nə bilim, ziyandır. Ümumiyyətlə nədir yəni ki, ağız boşluğuna təsiri? O müsbətmi görək, mənfimi görək onu? Həm müsbət, həm mənfi təsirləri var. Gəl müsbət təsirlərindən başlayaq. Müsbət təsiri odur ki, çayın özünə antibakteriyal təsiri var, vurğuladıq az öncə. Bu diş ətində iltihabı proseslərin qarşısını alır, diş kökünün iltihabını, yəni bu faktorları diş kökünü möhkəmləndirir. Buna görə biz çayı içməyimiz tövsiyə olunur mütləqdə. Diş sağlığında, diş mikroflorasını qoruyur. Lakin digər bir mənfi tərəfləri nədir? Tünd rəngli çay içdikdə, bəli, dişlərdə saralmalar müşahidə oluna bilir. Çox çay qəbul elədikdə diş emalında pozulmalar baş verir, diş minasının yuyulması baş verə bilər. Və bir başqa bir fəsadı isə biz çay qəbul eləyəndə çayın özünün büzücü xüsusiyyəti var bu taninlərin hesabına. Ağız suyunun ifrazının biraz zəifləməsi ola bilər ki, və bəzən insanlar özləri də hiss edir ki, çay qəbul eləyəndə, tünd çay qəbul eləyəndən sonra ağızda quruluq, ağızda biraz xoşa gəlməyən bir hiss olur. Bu hamısı taninlərin hesabınadır. Əgər bunu qarşısına almaq üçün nə edə bilərik desək, daha açıq rəngli çaylara üstünlük verə bilərik. Üstə gəlin, çay qəbul elədikdən sonra ağzı qarqara eləyə bilərik, dişləri fırçalaya bilərik ki, bunun təsirini qarşısına alaq. Amma müsbət təsirləri də çox olduğuna görə
tövsiyə olunur, nəzərə alınıb, müsbət və mənfi təsirləri nəzərə alaraq istifadə edə bilərsiniz. Dostlar, siz də bizə yazın 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Mövzu sizi maraqlandırırsa o zaman diqqətlə qalın. Çünki Sağlam Səhər davam edir. Sağlam Radio 93 FM dalğasındayıq. Qonağımız Şükran Sədirovadır. Şükran xanım həkim nutrisologdur, Andop məzunudur və çay haqqında danışdıq. Əslində belə anladım ki, yəni çay o qədər geniş bir mövzudur ki, bir saatımız kifayət etmədi. Mütləq ki, biz bu mövzuya bir daha qayıdacağıq dostlar. Amma çaydan danışarkən qəhvə sevən dinləyicilərimiz bizdən inciyir və deyirlər ki, nə vaxt qəhvə haqqında danışırsınız. Odur ki, biz keçid alırıq artıq qəhvə mövzusundan danışmağa. Çünki son illər ələxüsus da ölkəmizdə, belə deyək də, kofe shopların sayı, qəhvə mağazalarının belə deyə sayı kifayət qədər artıb. İnsanlar elə bil ki, daha çox qəhvəyə üz tuturlar və səhəri çox insan var ki, deyir, mən qəhvə olmadan aça bilmirəm. Bütün bunlar haqqında biz ətraflı danışacağıq ayrıca, amma ümumiyyətlə qəhvə bizim orqanizmimizə necə təsir edir? Bir ümumi şəkildə o haqqda məlumatımız olsun. Qəhvə dedikdə ilk öncə gələn nəzərdə saxlayaq qəhvə nədir? Qəhvə İran çox qədimi bir tarixə malik olmasına baxmayaraq bizim dövrlərimizə gəlib 19-cu əsrdə çıxıbdı. İlk öncə götürsə Efiopiyada tapılıbdı. Bu bir rəvayətə görə bir çoban tərəfindən tapılıb, sonra sonra isə dünyanın bir çox ölkələrinə yayılıbdı. Yəni burada 15-ci əsrdə səhv etmirəmsə Osmanlı imperiyasında türk qəhvəsi ilə məşhur olubdu. Yəni Osmanlıdan sonra Avropaya çıxışı olubdu türk qəhvəsinin. Biz qəhvə deyəndə, yəni bu paketlənmiş formada olan qəhvəni nəzərdə saxlamırıq. Dəmləmə formasında içdiyimiz qəhvəni nəzərdə saxlayırıq. Bir çox növü var. Hal-hazırda ən məşhur növü Arabika ilə Robustadır. Daha çox üstünlük verilir hal-hazırda Arabika növünə. Bunun bir fincan qəhvədə 100-150 mg kafein var. Yəni qəhvə dedikdə ilk öncə insanların ağlına kafein gəlir. Yəni kafeinlə zəngin olan bir isti və ya soyuq formada qəbul etdiyimiz içki növüdür. Bunun tərkibində tək kafein deyil, burada çayda olduğu kimi bir çox minerallar var, lipidlər var, karbohidratlar var, amin turşular var, antioksidantlar var qəhvənin tərkibində və bu qovrulma zamanı bəzilərini itirə bilər, bəzilərini saxlaya bilər və bu baxımdan da yəni qəhvəni seçərkən mütləq önəm vermək lazımdır ki, onun tərkibində olan bu sadaladığımız minerallar, vitaminlər nə dərəcədə qalır. Orqanizmamıza necə təsir göstərir? İlk öncə götürsək, yorğunluq hissini götürməklə bizə diqqəti, konsentrasiyanı, kognitiv funksiyaların daha sürətlə, daha yaxşı işləməsinə təsir göstərir. Ümumiyyətlə, kofe qəbulu gün ərzində ac və ya tox qəbul eləməliyi soruşsaz, bir həkim nutrisioloq kimi məsləhət eləyərəm ki, qida qəbulundan sonra eləyin. Orqanizmimizdə biz kafeini qəbul edirik ki, kortizol hormonumuz aşağı düşür və əhval-ruhiyyəmiz, yorğunluq hisslərimiz başlayır. Əhval-ruhiyyəmiz düşür, yorğunluq hissi başlayır və bunu biz səhər bu kortizol hormonu 8, 9, 10 arası piklərdə olur. Yəni artıq 12-də bunun səviyyəsi aşağı düşməyə başlayır. Məsləhət olunur ki, saat 12, 11, 12 arası qəbul olunsun. Bu yemək qəbulundan 1.5 saat minimum sonra olmalıdır. Günorta saatları 2-3 arası qəbul olunsun 4-ə qədər. Bir də axşam saatları 6-7 arası. Burada kortizolun düşmə səviyyəsinə görə nəzərdə saxlanılır. Amma insanlar var ki, durub səhər-səhər ac qarnına qəhvə tükətməyi burada həm mədə turşuğunu çox yüksək miqdara çatdırır və kortizol hormonu istər-istəməz səhər-səhər yüksəkdir və bunun qəbul olması orqanizma istər-istəməz həm qıcıq formasında aqressiyalara, insanda istər-istəməz bu təsirlərə gətirib çıxarda bilər. Ac qarnına bəs qəhvə içmək, Şükran xanım, insanı qəhvə içəndən sonra tox mu saxlayır, yoxsa tez acdırır? Yox, aclıq hissini blokladığına görə
insan müəyyən müddət özünü ac hiss eləmir. Bəli. Bəzi insanlar dietada olduqda bu ac qarına qəhvə qəbul eləyirlər. Məsləhət olunmur. Çünki burada mədə turşuluğu yüksəldiyinə görə istər-istəməz qastritli yazvaların əmələ gəlmə ehtimalı çox böyükdür. Bunun üçün səhər yeməyindən sonra 1.5 saat sonra tükədə bilər, qəbul eləyə bilər. Biz məsələn, əgər insanın mədəsində heç bir problem yaranmırsa, insan deyir mən özümü tanıyandan qəhvəni səhər-səhər ac qarına qəbul eləmişəmsə, o yenə də çaydakı kimi individuallıq, yəni biz hər birimiz individual bir fərdik və onları fərdə görə seçə bilərik, amma ümumi tövsiyələr budur ki, məsləhət olunmur. Amma insan alışıbdır, artıq insan hər gün səhər-səhər bir fincan qəhvəsiz gününə başlaya bilmirsə, onda o cür davam eləmək. Amma yenə də həkimindən məsləhət almalıdır. Yaponiya alimləri deyir ki, qəhvə beynin fəaliyyətini gücləndirir. Həqiqətənmi beyin funksiyasını stimullaşdırır qəhvə? Bəli, qəhvənin tərkibində yüksək miqdarda vurğuladım ki, bir fincanda 100-150 mg kofein var ki, bu da orqanizmamızda adenozin deyilən fermenti bloklayaraq, bu biz ancaq yuxululuq, meditasiya fonunda, yuxululuq fonunda bizə relaks verən bir formundur. Bunu bloklayaraq daha çox aktivlik, yəni beyin sinapslar arasında ötürücü, yəni beynin daha yaxşı işləməsinə aktivləşdirir. Bu hansı təsirlərə görədir? İlk öncə desəm, bu serotoninlə dopaminin miqdarını, ifrazını artırır orqanizmamızda ilk öncə və bunlar da biri bizdə emosiyalarımızın, digəri isə hədəflərimizin təsir edən hormonlardır. Bunların artırmaqla orqanizmamızı həm gün ərzində yorğunluğu bloklayaraq bizi daha yaxşı beyni qavramanı, qısa müddətli yaddaşı desək, ondan sonra eyni zamanda bir neçə işin konsentrasiyanı toparlamamıza təsir göstərir. Dostlar, siz də bizə yaza bilərsiniz fikirlərinizi 05593 490 93 bizim WhatsApp nömrəmizdir. Suallarınızı yazın, göndərin. Siz səhərlər nə içirsiniz? Çay, yoxsa qəhvə və hansının faydasını siz görürsünüz? Bu suallara da cavab yazın. Qonağımız Şükran Sədirova ilə birlikdə biz qəhvənin sirlərini biraz da efirimiz ərzində açmağa davam edirik. Diqqətiniz bizdə olsun dostlar. Efirdəyik dostlar. Siz də bizə qoşula bilərsiniz. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Biz qəhvənin insan orqanizminə təsirindən danışırıq. Faydalıdırmı, ziyanlıdırmı, nə zaman içmək olar, nə formada içmək olar? Ümumiyyətlə hər bir haqqında sizə suallarınızı yazıb göndərə bilərsiniz. Şükran xanım, qəhvənin tərkibindəki kofein yorğunluğu aradan qaldırırmı və qəhvə ürək-damar xəstəlikləri riskini artırır yoxsa azaldır? Qəhvənin ürək-damar xəstəliklərinə qısa və uzun müddətdə təsiri vardır. Qısa müddətli ürək döyüntülərinin sayını artıra bilər, hətta təzyiqə cüzi də olsa təsir göstərə bilər. Normal, yəni hipotonik və ya hipertonik insanlardan söhbət eləmirik biz. Təzyiq problemi yaşamayan insanlardan söhbət gedirsə. Amma uzun müddətli təsir nəzərdə saxladıqda bu ürək-damar xəstəliklərində çox yaxşı effektiv və müsbət təsirlərini görə bilərik. Yəni bu qısa müddətdə ürək döyüntüləri arta bilər və yaxud da ki təzyiqdə 5 və yaxud da ki 10 millicivə artıra bilsə də müəyyən müddətdən sonra bu öz normasına düşür və qan axınını sürətləndirir. Tərkibində olan kofein və qəhvənin ümumiyyətlə tərkibində həm kofein var, həm də burada polifenollardan biz xolagen turşusu dediyimiz antioksidant var və bunların hesabına çayda vurğuladığımız bu antioksidant təsirlərin bir çoxu da burada da öz funksiyasını yerinə yetirir ki, qan damarının sərtliyini aradan götürür, xolesterin əmələ gəlməsində pis xolesterin dediyimiz LDL-lərin əmələ gəlməsində təsir göstərir və qan axınının sürətini yaxşılaşdırır. Bu baxımdan çox müsbət təsirləri vardır. Digər bir təsiri, məsələn, ürək damarla bağlı şəkərli diabetlərə də çox müsbət təsir göstərir ki, məsələn, ümumiyyətlə elmi araşdırmalar göstərir, həm ürək xəstələrinə, həm şəkərli diabetdə yanaşı götürülən bir araşdırmalar olur bunlar. Şəkərli diabet qısa müddətli yox, uzun müddətli. Biz gündə 1-2 fincan qəhvəni nəzərdə saxlayırıq. Burada 4-6 fincan qəhvənin qəbulundan nəzərdə saxlanılır ki, şəkərli diabetdə çox gözəl nəticələr əldə edə bilir. Bu şəkərli diabetin ağırlaşmalarını
yüksək xolesterinin qarşısına alınmasında çox böyük nəticələr əldə olunubdur. Bu hardasa çox böyük 500 bəzi araşdırmalarda 500-ə yaxın, bəzi araşdırmalarda 5000-ə qədər olan pasientlər arasında götürülübdür. Uzun vadəli həm şəkərli diabetdə, həm də ürək xəstələrində çox müsbət təsir göstərə bilir. Asılılıq yaradırmı qəhvə? Çünki qəhvə içən insanlar ondan bir növ asılı kimi davranırlar, yəni davranışlarda da ki, qəhvəsiz səhərim açılmaz, qəhvəsiz günüm olmaz. İndividuallıq hər zaman olduğu kimi burada da var. Bəli, əgər insan uzun müddətli kofein, qəhvə tükətirsə, burada kofeinin təsirindən gedir ki, az öncə vurğuladıq biz, kortizol hormonuna görə əhval-ruhiyyəmiz düşür. Yəni biz istəmirik ki, heç vaxt əhval-ruhiyyəmiz düşmüş formada, yorğun formada başlayaq günə. Onun üçün biz bəzən vərdişlər halına gətiririk kofeini, səhər-səhər tez yuxudan duran kimi dərhal qəbul eləyək. Yəni əhval-ruhiyyəmiz yüksəlsin, moodumuz yüksəlsin. Bəzənsə həqiqətən beynimizdə adenozini blokladığına görə biz yorğunluq hissi aradan götürüldüyünə görə bizim orqanizmamızda bu artıq vərdiş halına gətirib çıxara bilər, asıllıq yarada bilər. Və bəzən olur ki, insanlar məsələn uzun müddətli içən insanlar kəsəndə belə bunlarda depressiyalar yarana bilər. Digər halsızlıqlar ola bilər, ürək bulantıları ola bilər, bir çox fəsadlar verə bilər və buna görə də bunun kəsimini belə, əgər siz kofedən imtina eləmək istəyirsinizsə, onu da tədricən müəyyən müddətlə eləməyiniz məsləhət olunur və bəzi insanlar bu dəb xətrinə yeni kofe içməyi daha həvəslənirlər və qəbul etmək istəyirlər. Amma hər dəfə qəbul edəndə onlarda ürək bulantısı verə bilər, ürək döyüntülərinin sayını artıra bilər, narahatçılıq verə bilər. Bunu da əgər kimsə kofe içməyə həvəslənib, meylənmək istəyir və gündəlik ən azından 1-2 dənə fincan kofe qəbul eləmək, qəhvə qəbul eləmək istəyirsə, burada da yenə etaplı qəbul eləsələr, bu fəsadların həm kəsimində, həm qəbulunda aradan götürmüş olacaqlar. Qəhvənin tərkibindəki antioksidantlar necə təsir edir bədənə və çaydakı antioksidantlarla tərəziyə qoysaq hansı üstündür? Çayla dəymir. Yox, çayla əgər qəhvəni nəzərdə saxlasaq, yaşıl çayın tərkibindəki katejinlər ümumiyyətlə ən çox öyrənilən və ən yaxşı nəticələr əldə olunan antioksidantlardır. Lakin qəhvənin tərkibində olan xlorogen turşusu bu da antioksidantdır, lakin o dərəcədə katejinlər qədər yüksək təsiri olmasa da, bəli, təsiri var. Yəni bu vurğuladığım ürək xəstəlikdə, şəkərdə, bir çox iltihablı proseslərdə, bunların hamısında birbaşa bu antioksidant təsirinə görədir qəhvənin. Amma qəhvə ilə çayı müqayisə etsək, qəhvədə kofein hədsiz dərəcədə yüksəkdir, 100-150 mg-dır. Lakin çayın, məsələn, qara çay ən yüksək kofein içərdiyi halda burada 40-70 mg-dır. Yəni fərq demək olar ki, 2 dəfəyə qədərdir. Yəni ona görə biz çayı üstünlük tutacağıq. Əgər biz antioksidant və yaxud da ki, bu baxımdan müsbət təsiri bax. Amma kofe baxımından sırf oyaq qalmaq istəyiriksə, energetik qalmaq istəyiriksə və bəzi insanların hətta bu arıqlamaq üçün və yaxud da ki, günün yorğunluğunu aradan götürmək üçün istəyirsə, kofeyə üstünlük verməsini, qəhvəyə üstünlük verməsi məsləhət olunur. Yuxu keyfiyyətimizə necə təsir edir qəhvə? Qəhvə tərkibindəki kofein, davam eləsək mövzunu, kofein yuxumuzu poza bilər. Həm yuxuya getməni poza bilər, həm də dərin yuxu fazalarına təsir edə bilər. Əgər orqanizmamızda detoks funksiyası zəifdirsə, biz axşam saatlarında, yəni 8-dən 9-dan sonra qəhvəni tükətməyimiz o qədər məsləhət olunmur, ümumilikdə götürülür. Əgər yox, insan axşam saat 10-da da içsə, dərhal da yuxuya getmə problemi yoxdursa, bu qəbul eləyə bilər. Burada heç bir problem yoxdur. Amma kofein oranına gəldikdə, bu adenozin dediyimiz neyrotransmitterlər blokladığına görə bu orqanizm artıq serotonindir, dopamin ifrazı artır orqanizmamızda. Bu baxımdan insan daha nələrisə eləməyə, diqqəti, konsentrasiyası və kognitiv funksiyalar işə düşdüyünə görə yuxuya getmədə biraz çətinlik çəkə bilər. Biz axşamlar məsələn daha relaks bir formada istəyirik ki, bu adenozin dediyimiz transmitterlərin funksiyaları yaxşılaşsın, alfa dalğalarımız daha yaxşı olsun və yuxuya getmə prosesimiz yaxşılaşsın, bu melatonin dediyimiz hormonun ifrazı artsın.
və bu baxımdan gün axşam saatlarına, yuxuya yaxın bir dönəmdə qəhvənin qəbulunu məsləhət eləmirik. Siz də yazın dostlar, suallarınızı göndərin. Şükran xanım hər birini cavablandıracaq. Qaraciyərin sağlamlığını qoruyurmu qəhvə içmək Şükran xanım? Bəli, bəzi ədəbiyyatlarda qoruduğu dönə-dönə vurğulanır. Yəni orqanizmin qəhvənin özü antioksidant xüsusiyyəti olduğuna görə qaraciyərin funksiyalarını dəstəklədiyinə görə bu baxımdan qəbul çox yaxşı təsir göstərir, qaraciyəri dəstəkləyir. Lakin bəzi hallarda bəzi problemlər var ki, onlarda məsləhət görülmür. Yəni burada öd daşının əmələ gəlməməsində belə qəhvənin böyük rolu vardır. Lakin artıq bu ağır formalarda qaraciyər steozudur, qaraciyərdə sirroz əmələ gəlməsi bu proseslərdə qadağan olunan bir içki növüdür. Mədə turşuluğuna necə təsir edir? Çünki bəzən mədəsi narahat olan insanlar çox da qəhvəyə meylli olmurlar. Bəli, verilişin öncəsində də vurğuladıq ki, kofein mədə turşuluğunu artırır. Aha. Yəni biz nə qədər tünd qəhvə içdikdə mədə turşuluğu artacaq. Və əgər biz yeməkdən 1 saat yarım öncə qəhvə tükətsək və yeməkdən sonra bu həzm prosesini yaxşılaşdıracaq. Mədə turşuluğu artır. Əvvəl içiriksə mədə turşuluğu artacaq. Qəbul elədiyimiz qidanın həzmi yaxşılaşacaq və sonra qəbul elədikdə isə artıq onun yenə də həzm prosesinə yaxşı təsir göstərəcək. Bu baxımdan mədə turşuluğunu artırır. Həqiqətən də yəni mədəsində qastritidir, yazvası olan insanlarda, mədə qıcqırması, bu reflüks dediyimiz proses olan insanlarda tövsiyə olunmayan bir içki növüdür. Aha. Bəs soyuq qəhvə ilə isti qəhvənin orqanizmə təsirinə bir fərqlər varmı? Təsirində bunların dəmlənmə üsulunda biraz fərqlər olduğuna görə isti qəhvə 100 C dərəcədə olur. Bunun tərkibində asid, yəni turşuluq daha çoxdur. Mədəyə turşuluq təsiri, mədə turşusunu artırması daha çox olacaq. Lakin soyuq halda dəmlənən qəhvə bunun dəmləmə prosesi də uzundur. Yəni demək olar ki, qəhvə çox ilıq bir orta temperaturlu bir 50 dərəcəli suda dəmlənir. 1 sutka dəmə qoyulur və ondan sonra qəbul olunur. Bu isti olan halda xlorogen turşusu, yəni polifenollardan olan o dərhal parçalanır. O qədər yaxşı biz onun antioksidant təsirini görmürük. Lakin soyuq halda olanda onun daha yaxşı antioksidant xüsusiyyətini görürük. Burada mədə turşuluğu yüksək olan insanlarda soyuq qəhvəni daha çox tərcih eləyə bilərlər ki, bu mədə turşuluğu çox qaldırmır və digər fəsadlar, mədəsində problem olan insanlara fəsadlar yaratmır. Amma təsir baxımından desək, yəni polifenollara görə biz soyuq qəhvənin üstünlük verərik. Kofein burada daha az suya nüfuz edir. Çünki kofein isti su ilə daha yaxşı suya nüfuz eləyir. O baxımdan indi o baxır dinləyicilərin zövqünə, isti qəhvə sevirlər yoxsa soyuq qəhvə. Sinir sisteminə bəs insanın necə təsir edir qəhvə? Vurğuladıq ki, kofein adenozini blokladığına görə bütün konsentrasiyamızı burada serotonindir, dopamindir. Yəni bu özü neyrotransmitter təsir göstərməsə də bu hormonların ifrazına təsir göstərdiyinə görə bizim orqanizmamızda əgər hər hansı bir iş görürüksə bunun konsentrasiyamızı, koqnitiv funksiyaları, qısa müddətli yaddaşı artıracaq. Bəzən olur ki, çox miqdarda kofein tükətdikdə qıcıqlanma, insanlarda qıcıqlanma reaksiyaları ola bilər, depressiyanın qarşısını ala bilər insanlarda. Yəni bu baxımdan sinir sistemimizə də çox müsbət təsiri var və yenə də vurğuluram ki, hər bir içkini öz miqdarında, həddində qəbul edəndə. İdman performansına, idmanla məşğul olan insanlar qəhvəni daha çoxmu tükətsinlər yoxsa əksinə? Bu baxır insana. Əgər insan qəhvəni tükətdikdə narahatçılıq vermirsə, yəni idman performansına çox müsbət təsiri var, onu vurğuluyum. Qəhvə içib 1 saatdan sonra məşq zalına gedəndə insanlar burada həm yağ termogenezi sürətləndirdiyinə görə lipidlərin parçalanması, yağların parçalanma sürəti daha tez olur. Yəni insanlar deyir ki, mən kofe ilə arıqladım. Yəni kofe üstə gəl
idman performansı çox gözəl olur. Yəni burada həm tez bir zamanda arıqlanma, yəni çəki itirməyə nail ola bilərik və əgər insan məşq eləməyə başlayırsa, burada 1 saat əgər insan əvvəl yorulurdusa, artıq bu saat yarıma qədər uzana bilər bu performans. Yəni yorğunluq hissini insan daha gec duyur. Bu baxımdan idman performansında çox böyük təsiri var. Ümumiyyətlə bu idman federasiyaları gündəlik müəyyən bir 2-3 fincan, bəzən isə 4 fincana qədər icazə verir. Amma ondan artıq qəbul edilir. Bu artıq dopinq kimi götürülür ki, yəni o mütləq nəzarətə götürülür. İdmançılar, bu professional idman növü ilə məşğul olan idmançılar əgər 4 stəkandan, fincandan artıq kofe tükədirsə, o federasiya tərəfindən nəzarətə götürülür. Dəriyə bəs faydaları varmı qəhvənin? Qəhvənin bəli, bir çox dəriyə də faydaları çay kimi var. Qəhvənin ən çox dəridə aknələrin, ondan sonra özündə antioksidant o xlorogenə görə antioksidant təsiri var. Üstəgəl kofedən maskalardır, saç dərisində yağlanmalardır. Bu baxımdan istifadə edə bilərik və skrablardan çox gözəl istifadə edirlər ki, bunların həm antioksidant təsirinə görə, həm də ki kofeinə görə çox yaxşı həm təravətləndirici, canlandırıcı təsir göstərir. Hamilə qadınlar necə Şükran xanım? Qəhvəni içsinlərmi, içməsinlərmi və yaxud da necə içsinlər, nə formada? Hamilə qadınlara ümumiyyətlə biz az öncə vurğuladıq, kofein məsləhət olunmur. Yəni sadaladıq ki, bir çox səbəblərə görə və nəzərə alsaq ki, əgər kofedə çaya nisbətən kofein daha yüksəkdir, burada həm erkən doğuşa, əgər insan 1-2 fincan çay içirsə gündə, kofe içirsə, buna alışıb bədəni isə burada heç bir problem yoxdur. Amma insan da hamiləlik dönəmində emosional və yaxud da ki, hər hansısa bir səbəbdən kofe tüketimini artırmaq istəyirsə, mütləq həkimlə məsləhət eləməlidir. Səbəblər nədir? Erkən doğuşa, hamiləlikdə dölün inkişafdan geri qalmasına qədər gətirib çıxarda biləcək fəsadlar vardır. Bu baxımdan mütləq və mütləq həkim məsləhəti olmalıdır qəhvənin tükədilməsində. Bir fincan vurğuladım qəhvədə 100-150 milliqramdırsa qəhvə, gün ərzində biz 400 milliqrama qədər qəhvə tükədə bilərik. Kofein, çox üzr istəyirəm. Və bunun hamilələrə biraz aşağı məsləhət olur. Yəni amma yuxarı qalxmamağa məsləhət olunur 200. Hamilə qadınlar üçün 200 milliqram kofein gündəlik tükətimi qəbul olunmalıdır. Yəni bunu nəzərə alaraq hamilə qadınlar da nəzərdə saxlanmalıdır və uşaqları da vurğulamaq istəyirəm. Çox məyus hissi ilə doğurur ki, indi hal-hazırda ölkəmizdə çox aşağı yaşlı uşaqlar kofe qəbulu eləyir. Bu enerji verən içkilərdir. Onların da tərkibində çox yüksək miqdarda kofein tükədir. 12 yaşa qədər uşaqların kofein qəbulu məsləhət yox, qadağandır. Yəni çayın tərkibində olan kofein çox cüzi miqdardadır, amma qəhvədə, digər içkilərin tərkibində, bu kolaların tərkibində, qazlı içkilər, bunların tərkibində olanlar çox yüksək miqdardadır və onları məsələn həkim bir pediatr olaraq məsləhət olunmur. Çox təşəkkür edirəm Şükran xanım. Həqiqətən çay və qəhvəyə nə qədər sadə yanaşsaq da əslində çox dərin mövzular idi, altında nə qədər informasiya yatırdı. Ümid edirəm ki, həm çay sevərlərimiz bizim, həm qəhvə sevərlərimiz heç kim incimədi, küsmədi bizdən. Hər kəsə lazım olan informasiyanı götürdülər. Amma verilişimizin sonuna yaxın dinləyicilərimizə belə deyək də Şükran xanım, əgər bir seçim olsaydı, məsələn deyək ki, sağlam seçimdən söhbət gedirsə, səhər çay yoxsa qəhvə, gəlin buna da cavab verək, aləmi bir-birinə vuraq, sonra sağlamlaşaq. Mən çay tərəfdarıyam, mən çay sevənəm. Mən ona görə çay tercih eləyəcəm. Çünki çayın tərkibində yüksək miqdarda antioksidantlar var və çayın tərkibində seçim eləsəz, yaşıl çaya daha çox üstünlük verməyə məsləhət görərəm. Qəhvəni sonraki saatlarda içə bilərsiniz. Bəli, kortizola görə vurğuladım ki, günün saat 10, 11, 12 üçün qəhvə seçimini eləyə bilərlər. Daha çox çayla
üstünlüyü Üstünlüyü çaya verir. Çox təşəkkür edirəm bir daha sizə Şükran xanım, minnətdaram sizə. Dinləyicilərimizə də təşəkkür edirik və beləcə bu səhərdə sizinlə birlikdə çox maraqlı bir mövzuya toxunduq dostlar. Çay və qəhvə hər ikisi gündəlik həyatımızın ayrılmaq hissəsidir, ayrılmaz daha doğrusu hissəsidir, amma onların orqanizmimizə təsiri də fərqlidir. Şükran xanım, Bernard Shaw deyirdi ki, mənim üçün çay bu həyatın özüdür, amma digər tərəfdən fransız yazıcısı Voltaire gündə deyir 50 fincan qəhvə içərək yazı yazırdı. İndi doğrusu yalanı özü bilirdi, amma belə bir deyim var. Bəli, mən də o rastıma çıxmışdı. Hər zaman vurğuluruq, individuallıq var insan orqanizmində. Nə qədər də kitablarda, elmi məqalələrdə yazılsa da, orqanizm individualdır. Bu baxımdan mən öz dinləyicilərimizə onu vurğulamaq istəyirəm ki, öz individuallığınızı qoruyun. Sizin orqanizmanızı heç kəsdən gözəl, heç kəs tanıya bilməz. Ona görə sizin orqanizmanıza uyğun olan içkini seçin. Amma qəbul elədiyiniz hər bir içkini miqdarına Tənzimləyin. və günün hansı saatında içməyinizi nəzarət edin. Və sizə də dərin minnətdarlığımı bildirirəm ki, bu cür maarifləndirici verilişlər aparırsınız və siz çox sağ olun Şükran xanım. Həqiqətən çox kifayət qədər bilgilər əldə etdik və öyrəndik ki, günə bir fincan çayla başlamaq yoxsa qəhvə ilə beynimizi oyatmaq daha doğrudur. Bu sualların cavabını bugün qonağımız Şükran Sədirova ilə axtardıq. Ümid edirik ki, siz də Şükran xanımın dediyi kimi özünüzə lazım olan seçimləri özünüz edə biləcəksiniz və edirsiniz də. Sağlam səhər burada efrini yekunlaşdırır. 93 FM-də bizə qulaq asdığınız üçün təşəkkür edirik dostlar. Sağlam qalın, enerjili qalın və unutmadan nə içdiyinizə əlbəttə ki, diqqət edin. Dostlar, bura Sağlam Radiodur.